Salahov Nicat şəhidimizin evindəyik. Allah bütün şəhidlərimizi rəhmət eləsin, qazilərimizə can sağlığı versin. Salahov Nicat evin tək oğlu idi. Bəli. Ananın bircə dənə evladı idi. İndi biz ananı eşidək, görək ana nə deyəcək. Salam Aygün xanım, xoş gördük. Tamam. Siz de hoş geldiniz. Teşekkür ederim size. Teşekkür bildiren. Hoş geldiniz. Hem çok güzelsiniz. Ben her vakit elimdeyken kapım sizi yüzüne asaklı. Dedilər Aygün xanım soyuqdur, soyuqdan otura bilmir. Ben bildiğimde size düştüm. Yani ben evim soğuktu. Ben size çekeceğim. Ben oğlum bu, teyzem bu, dinle dermanları, dinle iş olmaları, ne bileyim şaşırdım. Onlar kanını edelim. Çatıra bilmirsən. Şaşırdım. Ne hakkı arama, atması arama, yüreğim şaşırdı. Ben beş altı lira kardeşim hatta hani Kur'an'da şaşırdım. Eşer neydi? Şimdi nerede? Şimdi İşte dinletiyordu. Ben şimdi belirli olarak. Ben yolu. Ben dirende dinletiyor. Elinden bağlı. Ben bekledim. Alkışlı. Nöbete ben elimi benimle kardeşimin dediğinde ayaktayım. Taksiye birbirinden. Sizin övladınızın evi verilmir də, yəni şəhidlik evi verilmir. Bu məsələ ilə bağlı hara müraciət eləmisiniz? Zəhmət olmasa siz qardaş olaraq deyə bilərsiniz. Ana biraz Özü təqdim. Mən şəhid Salahov Nicatin daisi Salahov Vüqar. Biz lazımi quruma şikayətimizi bildirmişik. Yəni icra hakimiyyətinə məktub yazmışıq, məlumat vermişik ki, oradan da bizə xəbər gəlib ki, mənzillə siz təmin olunacaqsınız. Amma görürük ki, bu 5 ilin içində nə təmin olunma var, nə bir şey. Bugünkü gündə bizim anamız, şəhid anamız, Nicatin anası bugünkü gündə bu şəraitdə yaşamamalıdır. Tümboyu 13-cü mərtəbədir. Lift işləməyəndə o xəstə canlı ilə 13-cü mərtəbə qalxa bilmir. Yəni bunu xahiş edirəm, bunu ciddi nəzərə alın ki, yəni bu şəhidimizin anası, elə bil mən qardaş yoxum. Elə bir nə həyatda varam, nə bir şey. Siz köməklik qardaş. Bəli, mən köməklik edirəm. Sadəcə olaraq pozisiya elə bir ki, mən yoxam da, bu dövlətin himayəsində olmalıdır. Baxı, oğlunu verib vətən uğrunda, xalq uğrunda, xalqın, necə deyim sizə, yəni verib də şəhid verib də, hamının uğrunda verib. Amma elə də olmaz da, mən dövlətdən, bizim dövlətimiz yaxşı dövlətdir, amma o yerdə qalan qurumlar var, yəni bizə çox haqsızlıq edir. Qurumlar deyəndə birinci növbədə hansı qurumdan söhbət gedir? Sosial Xidmətlər Agentliyinə, neçə nəfərlərlə getmişik, düzdür, söhbət ondan getmir, taksi pulu, məsələn, taksi ilə getmişik, nə qədər xərcdir, mənim üçün, bunun üçün xərcdir. Amma qaldı indiki, yəni biz gedirik ora, bizə elə bir ki, qoltuğumuzun altına qarpız verirlər, yola sallar ki, gedir. Siz icra hakimiyyətinə müraciət edəndə bu məsələ ilə bağlı nə deyiblər sizə? İcra hakimiyyəti deyib ki, sosiallıqdır, Sosial Xidmətlər Agentliyidir. Biz ora gedəndə deyib ki, bizim hələ balansımızda bir otaqlı ev yoxdur ki, şəhid ananı biz yerləşdirək. Necə yoxdur? Bu ev şəhidin sağ vaxtı, məzunlar üçün verilən evlərdədir. Bəli, sağ vaxtı. Hazırda biz Sosial Xidmətlər Agentliyinə deyəndə deyir ki, biz onu evlə təmin eləmişik. Yaxşı, evlə təmin eləmişsiniz, bu ananın bu dəqiqə havadadır qeydiyyatı. Geri gəlsin. Qeydiyyatı yoxdur. Bu uşağın adına kommunallar, evin bütün kommunallar uşağın rəhmətli şəhidin Nicatin adınadır. Bunu lazımdır ki, bunu evlə təmin olsun ki, propiska olmalıdır ki, bu ananı ki, yəni bütün sənədlər hamısı bunun adına olsun. Bura Abşeron rayonunda. Abşeron rayonu Masazır qəsəbəsidir, bəli. Abşeron rayonu icra hakimiyyətinə müraciət etmişsiniz mi? Eləmişik. Onlar da məlumat göndəriblər, məktub göndəriblər şeyə, siz deyin, bu Sosial Müdafiə Nazirliyi. Sosial Müdafiə Nazirliyinə. Oradan da məktub cavab gəlib ki, yəni deyir, gözləyin, səbirli olun. Nə qədər səbirli?
soyuq, bunun bugün sabah boranı var, soyuğu var. Bu ana bu evdə qeyri-mümkün Doğrudan da yaşayır. çətindir. Biz Çətindir hal-hazırda və bu evdəyik. bu- Soyuq necə olduğunu bilirik. Kombi sistemidir. Aşağının qazanxanasını işləmədiyinə görə bütün binanı, bu 3 dənə binanı həmən o qazanxanada isti sistemini vermir. Bu peçi siz yandırırsınız. Bəli, Bugündən bəli. yandırırsınız. Ha. Bəli, yəni bu da xərclidir, artıq Artıq xərcdir o. Həddən O- artıq çox yazır. Kim alıb onu? İcra hakimiyyəti göndərib. Dünən göndəriblər. Bugün Bugün. göndərib. Gəlir, göndərdi. Mən nə yapıyorum? Sizin yalnız müraciətiniz ondan Mən ibarətdir belə ki, yox, belə mənim yox. şəhid oğluma Ha- haqqı olan Haqqı olan evini bərpa versinlər. olsun, verin. Ki, Bitti. necə hamıya şəhid Ya, ailələrinə evet, evi evet. veriblərsə, qoy onu da bunun evinə təmin eləsinlər. Mən oğlum haqqı dedim belə. Üzr istəyirəm, yeri gəlsə bu 950 manat, yəni 700 manat uşağın müavinətidir, şəhid pulu alır. Dövlət təqaüd kimi gedir o. 250 manatı öz təqaüdüdür, pensiyası. 950 manat bu adama bəs eləmir. Nəyə görə bəs eləmir? Bu işığı yandırır, kommunal bütün işi, nə bilim bu tok sistemidir, hamısı bunun xərci. Ayına 150-200 manat bu adam kommunala pul Ayıplı verir. yandıran, ayıplı. Ariston var hələ o xunasında. Nə qədər müddətdir ki, belə acınacaqlı vəziyyətdə yaşayırsınız? 2020-ci ildən, 2020 44 günlük vətən Bəli, bəli, müharibəsindən bəli, sonra. bəli. O məsələ ilə bağlı siz ümumiyyətlə ev müraciəti eləmisiniz, yoxsa sonradan etmisiniz? Yox, ev müraciətinə mən sənədləri yığdım. Getdim, Hazırladınız. hazırladım, bütün də sənədlər lazımdır. Mənə verdilər kağız, hətta burada da var o kağız. Yığdım o sənədlərini kağızı, getdim mən bütün asar xidmətlərin hamısını bərpa elədim. Bərpa elədim, notariusla da təsdiqlətdim, verdim şeyi olaraq. Ki, yəni, bunu vermişlər bizə, yəni şeydən, icra hakimiyyətinə vermişlər, hardan vermişlər bu kağızı. Ha. Bütün sənədləri Göstərin o sənədləri zəhmət olmasa yaxından kadra tuta bilərsiniz. Bu Hansı sənəddə o? Bunu o şeydən vermişlər mənə. Evlə bağlı sənədlər Evlə var. bağlı sənəd, mən sizə deyim də, Buyurun. həmən bu sənəd Hə. vermişlər, sənəd deyil, yəni bu toplamaq üçün sənədlərdir. Bu topladım bu sənədləri, yığdım mən o vaxt. Bir saniyə. Ha, bu icra hakimiyyətinin verdiyi uçota alınmalıdır. Hə, qeydiyyata alınmalıdır. Qeydiyyata alınmalıdır ananın. Bu isə ananın öz sənədləridir, evlə bağlı, rəhmətliyin ölüm sənədidir. Nə demişlər, hamısını yığdım mən, verdim. Təsdiqlədim. Qardaşı olaraq Qardaşı dəstək olaraq oldu. bəli, dəstək oldum mən, ha. Yığdım sənədləri verdim. Bəs bir şəhid ailəsi olaraq şəhid ailələri sizə dəstək olmurmu? Şəhid anaları sizə dəstək olmur bu məsələdə? Ən azından hər bir şəhid ailəsi müraciətlər eləsə daha Yox, tez baxılardı. Heç kəs Görməmişəm. sizin yanınızda yoxdur. yoxdur. Heç kimsə yoxdur. Yox. Heç Qarabağ qazi veteranları da yox. Qazilər var, dəstək olurlar, Allah kömək olsun. İndi arada yadlarına düşəndə gəlirlər qapısını açırlar, amma belə İndi qazilərin də hər kəsin öz öz problemləri olur. problemləri bəli. olduğuna görə bəli. Onlar Amma da ən qanaq azından olmaz. şəhid ailələri, şəhid anaları sizə dəstək olsalar daha yaxşı olardı. Həndəki ama İndi, indi belə deyəcək. Tədbirə. Deyil. bizim də Tədbirə. istəyimiz odur ki, dövlətdən Cənab Prezident İlham Əliyev, vitse-prezident Mehriban xanım, xahiş edirəm bu görsünlər, paylaşsınlar, görsünlər ki, yəni belə bir şəhidimizin anası bugünkü gündə bu evi, bu şərətdə yaşamamalıdır. Bəli. Uşağın rəhmətli şəhid Salahov Nicatın haqqı nədirsə qurumlardan, dövlət tərəfindən qoy ödənilsin. Ana qoy əziyyət çəkməsin. Və əlbəttə ki, siz canlı efirlərdə müraciətlərinizi eləyirsiniz, çox insanların qınağına çəkilirsiniz ki, Bəli, bəli. şəhid anası canlıya çıxıb. Şəhid anası, əziz izləyicilər, canlıya çıxıb jeton istəmir. Kart hesabı bura. Mən icazə vermirəm kart qoysunlar. Bəli, qardaşı tərəfindən də icazə verilmir. Ananın yalnız müraciəti icra hakimiyyətindən və sosial Xidmətlər müdafiə köməkdir ki, mənim oğluma verilən haqqı olan evi, mənim balama haqqı olan evi bərpa eləsinlər. Tək istəyi odur. Ona görə də bir şəhid ailələrinə üzümü tutaraq müraciət edirəm ki, şəhid anaları, şəhid ataları, çox xahiş edirəm. Şəhidlər bizim başımızın tacıdır, anaları da həmçinin. Həmçinin, bəli.
Xahiş edirəm bu ananı tək buraxmayın. Evet. Balasın vətən torpaq uğrunda qurban verib, şəhid verib. Şəhidlər bizim üçün dəyərlidir. Şəhidlərimizi unutmayaq, tanıyaq və tanıdaq. Gəlin şəhid anasına dəstək olaq. Dövlət qurumlarına müraciət edirəm, Prezident Administrasiyasına, Nazirlər Kabinetinə, Sosial Müdafiə Nazirinə və İcra Hakimiyyətinə müraciət edirəm ki, şəhid anasının göz yaşlarını, arzularını ürəyində qoymayın. Çünki onun arzuları ürəyində qalıb, balasın vətən uğrunda qurban verib. Gəlin şəhid anasına dəstək olağım, şəhid anasının yanında olağım, şəhid analarla birləşsin, şəhid anası olaraq şəhid anamızın yanında olsunlar. Heç vaxtı düşünməyin ki, mənim işim alındı, başqası mənim nəyimə gərəkdir. O şeyləri düşünməyin, kənardan çox pis görsənir. Biri almayıbsa siz dəstək olun, o da ala bilsin. Ayrı seçkilik etməyin, çox xahiş edirəm. Xatırladım ki, Nicat evin yeganə evladı idi. Allah rəhmət eləsin. Ana da gözləyirdi, oğlum evlənəcək, nəvələri olacaq. Evet. Aygün xanımın da özünün əhdi var idi, arzusu var idi. Olmadı. Ben aldım, istediğim oydu. Bunun oğlu gelseydi anaya dəstək olacaqdı. Ben Arzuları, oğluma uşağın arzuları çok güzel. kaldı ürəyində bizim də. Oğluma ahırdı. Hiç de yok. Oğlum sakın. Ben hiç varım görürsün. Oğlum, her şey oğlum verir. Mənə axırıncı günü mənə uşaq video göndərdi. Sizə göndərərəm mən Nurana xanım. Zəhmət olmasa. Harada döyüşmüşdü, hansı? Şuşada. Şuşada. Göndərdi mənə qeyd dedi ki, dayı, gör bura necə qar yağır. Neçə yaşı var idi? Ay, ikisi göndərdi o videonu, üçü xəbəri gəldi uşağın. 2000 təvəllüd idi. 2000 təvəllüd. Allah səbir versin. Səbir demək asaddır. Mənim o O bizim Nicat bizim də evladımızdır, bizim də balamızdır, tək sizin Allah deyil. bütün şəhidlərimizə rəhmət eləsin. Qazilərimizə. Bütün şəhidlərimizə Allah rəhmət Sağ ol, eləsin. versin. 1-ci Qarabağ, 2-ci Qarabağ, Fərqi yoxdur. 20 yanvar şəhidlərimizi Fərqi yoxdur. Hamısı bizimdir. Allah kömək olsun. Qanlarına keçib Allah onlara ömür versin qazilərimizə, amma Allah Bəli, rəhmət bəli. eləsin bütün Yəqin şəhidlərimizə. ki, kanallarımız vasitəsilə ananın səsinə səs verən olar, haqlarını verərlər. Biz də buradan Abşeron rayon icra başçısına xahiş eləyirik. Ana belə ağlar Mən qoymayaq. bugünkü gündə istəməm ki, mənim bacım bu durumda yaşasın. Yox, mən əziyyət çəkirəm. Nəinki siz ümumiyyətlə Azərbaycanın Azərbaycan- qanı, əsl bəli. Azərbaycan qanı axan insanlar Bəli, istəməz bəli, ki, şəhid bəli. anası Mən- əziyyət çəksin. Bəli. Prosto mən öz gözümü, necə deyim sizə, özümü saxlaya bilmədim. Prosto o xatirələr gəldi gözümə önünə. Tüm böyle bacım da bugünkü gündə bu şərəfli yaşır, mənə çox pis təsir edir o. Bir Bəs, otaqlı yəni, evdir, həm incitmək yatır, həm lazımdır. oturur. Allah adamın başının üstündə Allah var, incitmək lazımdır. Bu anana nə qədər lazımdırsa, yəni arxasında dəstək olmaq lazımdır. And olur Allah. Yəni mənim istəyim odur ki, Şəhid bacım, anasını. şəhid anası bacım istəyirəm ki, yaxşı vəziyyətdə yaşasın. Mən də baxım qıradın sevinim. Şəhid anasının göz yaşlarına səbəb olan insanlar utanmalıdır ki, o deməkdir ki, yəni dayanır da. Bizə uca olan olur. Yəni Şəhid anası onsuz da göz yaşları içində də övlad itkisi verib. Gəlin biz cəmiyyət olaraq, Azərbaycan xalqı olaraq dəstək olağın anamıza, anamızın haqqı olan, oğlunun haqqı olan evi bərpa olunmasında köməklik göstərəyin. Şəhid analara səs verin, şəhid ataları səs verin, köməklik göstərin. Hər bir şəhid anası müraciət eləsə, inanın ki, haqq yerdə qalmaz. elədir, elədir. Mən Aygün xanım, biz gəldik səsinizə səs vermək üçün. Kanallarımız vasitəsilə Azərbaycan xalqına, Azərbaycan sərhədində kənarda yaşayanlara deyirik ki, şəhid anaları bizim üçün doğmadılar, əzizlər. Şəhidlər bizim evladımızdır. Allah cənnətdə eləsin. Məkanları cənnət olsun, ruhları şad olsun. Bugünkü gün onlara borcluyuq. Təşəkkür edirəm izlədiyiniz üçün. Sağ olun. Mən sonra bir Buyur. söz demək istəyirəm. Buyurun. Bu Azərbaycan xalqı bizi niyə qınala çəkməlidir? Yəni mən qardaş olaraq, şəhid dayısı olaraq mən heç vaxt şəhidimdən istifadə eləmirəm, yəni eləməmişəm də. Tüm belə mən bu xəstə şəhid
anası, bacını, mən bacımı nəyinə istifadə edirəm? Hamı deyir ki, mən istifadə Siz edirəm. bacınızı tək buraxmırsınız. Mən- Axı problemli anadır, əziyyət çəkir. Mən onun, bəli, onun arxasındayım, həmişə də durmuşam, duracam da. Yəni, vasitəçi kimi, nə bilim, necə lazımdır arxasındayım mən bacımın. Yəni, dəstəkçiyəm. Amma xahiş edirəm, Hakkımı istiyor. xalqdan sizdən Ben demir ki, hakkımı- mən istifadə edirəm. Xeyr, Ben burada o, değilim. onun istifadə edən, o şəhidin qanı o adama haram olar. Ben Siz Aygün xanıma həm atasız, həm qardaşsız, Bəli, həm bəli. oğulsuz. ben Allah Ben- sizə Harda can demişəm- sağlığı versin ki, nəzarətin üzərindədir, xəstə bir bacıdır. Demişəm ki, demişəm mən onun qardaşı yox, birinci növbədə onun oğluyam, ikinci növbədə qardaşıyam. ben Böyle oldu. demesiyim. Aygün xanım. Müraciətiniz kimədir bir şəhid anası kimi? Ablacığım. Size kurbanım. Estağfurullah. Üzüm şura bence hardımca. Fecretme. İlham elde mehriban. Gelin. O bildiğiniz yerdi. Ne elini işi. Ben böyle elde çekeyim. Oğlunuzun haqqını istəyirsiniz. Oğluma hakkını istiyor. Mənə dedilər, mən üzü o bu kadar adı bu kadar Sosial Xidmətlər Agentliyinin sədri Vüqar mənim Bekdova başıma olmadı. incidir, bu ananı incidir. Necə incidir? Nə deyib incidir? Nə bilim, indi gedir orada nəsə evini tələb eləməyə, nəsə ananın, o şəhidin evini, onun vasitəsilə nümayəndələr gəlir. Gedin, hələ bir otaqlı yoxdur, elə bir əl qolla danışırlar ana ilə. Neçə dəfə təpinmişəm mən orada. Demişəm ki, əli qıraram, bilirsən də niyə eləyəm. Yəni, belə bir təpinmişəm mən onlara. Siz buradan bir daha müraciətinizi eləyin. Mən müraciətimi bildirirəm. Bizim dövlət başçımız İlham Əliyev, Azərbaycanın vitse-prezidenti Mehriban xanıma sizə müraciət bildirirəm ki, mənim tez bir zamanda mənim şəhid anası, bacım Salahova Aygünü evlə təmin edəsiniz. Bu xəbərdarlıq elin qurumlara xahiş edirəm. Evlə tez bir zamanda evlə təmin eləsin. Çünki bunun acınacaqlı vəziyyəti budur. Burada bu şəraitdə istəmirəm ki, yaşasın. Aygün Vəziyyəti xanım, siz yaxşıdır. ağlamayın. Siz başınızı uca tutun ki, Nicat kimi oğul böyüdümsüz. Təşəkkür edirəm, var olun. Yəqin ki, Aygün xanım səsinizə səs verən olar. İnşallah. Allah'ım.